İlin ilk 4 ayı ərzində açıqlanan statistik nəticələr makroiqtisadi sabitliyin qorunduğunu və iqtisadi fəaliyyətin əsas istiqamətlər üzrə davam etdiyini ortaya qoyur. Hesabat dövründə əsas kapitala yönəldilən investisiyaların həcmi də artıb. 2026-cı ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 60 milyon 892 min 900 manat investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 23,1% çoxdur. İnvestisiyaların əhəmiyyətli hissəsi tikinti quraşdırma işlərinin payına düşüb. İstifadə olunmuş investisiyanın 21 milyon 513 min 800 manatı və ya 35,3% məhsul istehsalı sahələrinə, 10 milyon 596 min 100 manatı və ya 17,4% xidmət sahələrinə, 28 milyon 783 min manatı və ya 47,3% isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala investisiya qoyuluşunun 52 milyon 191 min 100 manatı və ya 85,7%-i bilavasitə tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 62,2% çoxdur. Aqrar sektorda da istehsal prosesləri davam edir. Ümumi kənd təsərrüfatı məhsulunun əsas hissəsi heyvandarlıq sahəsində formalaşıb. Bitkiçilik istiqamətində isə mövsümi istehsal prosesi davam etdirilib. Cari ilin yanvar-aprel aylarında Muxtar Respublikada 63 milyon 433 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 4 milyon 430 min 700 manatı bitkiçilik sahəsi üzrə, 59 milyon 2800 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5% artmışdır. Xarici ticarət sahəsində qeydə alınan göstəricilər beynəlxalq iqtisadi əlaqələr üzrə fəaliyyətin davam etdiyini əks etdirib. Hesabat dövründə həm idxal, həm də ixrac əməliyyatlarında artım qeydə alınıb. Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 47 milyon 119 min 220 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 4 milyon 515 min 980 dollarını və ya 9,6%-ni ixrac olunmuş məhsulların 42 milyon 603 min 240 dollarını və ya 90,4%-ni isə idxal məhsullarının dəyəri təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4%, o cümlədən idxal 16,9%, ixrac isə 35,5% artmışdır. Maliyyə sektorunda da artım dinamikası davam edib. Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 47,3% artaraq 2026-cı ilin aprel ayının 1-nə milli valyuta ekvivalentində 41 milyon 421 min 800 manat təşkil edib. Əmanətlərin 94%-i milli, 6%-i xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,7%, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 40,4% artmışdır. Beləliklə, 2026-cı ilin yanvar-aprel ayları üzrə açıqlanan statistik göstəricilər Muxtar Respublikada iqtisadi fəallığın əsas istiqamətlər üzrə davam etdiyini təsdiqləyir. Hesabat dövründə sənaye istehsalı, investisiya qoyuluşları, kənd təsərrüfatı, xarici ticarət və maliyyə sektorunda qeydə alınan artım iqtisadi dinamikanın qorunduğunu əks etdirir. Samiq Nuriyev, Cəmil Məhərrəmov, Elşən Məhərrəmov, NTV Xəbər.